Yanacaq daşıyan maşın yanacaq doldurma məntəqəsinə girib. Hadisə Nizami rayonu Mehdi Abbasov küçəsində qeydə alınıb. Hadisə dayandığım bu yerdə baş verib. Yanacaq daşıyan maşın qarşı yolda dönmə əməliyyatı etməli olduğu halda düz hərəkət edərək iki avtomobillə toqquşub. Daha sonra isə bu yanacaq doldurma məntəqəsinə çırpılıb. Avtomobili yararsız hala düşən şəxs deyir ki, yük maşınının sürəti çox olub. Onun sözlərinə görə avtomobildən düşdükdən sonra qəza baş verib. Nəqliyyat vasitəsi isə yararsız haldadır. 3 ilə 4 arası idi. Maşınımı saxlamışdım Lükoylin qapısının yanına və oradan gördüm ki, sürətli Sokarın böyük yanacaq maşını nə sürətlə gəldi, o tərəfdən də Ford gəlirdi. Fordu vurdu, sürüyə gəldi, vurdu mənim maşını, əzdi. Belə görünür ki, maşın alınmalıdır da, köhnə əzilib, bundan maşın çıxmaz. Yəni ki, o mənada yeni zərərimi indi bilmirəm, necə ödəyəcəklər, nətər olacaq bilmirəm. Elə ki, heç nə bir məlumat verməyiblər, heç kim. Heç bir məlumat yoxdur, bəli, mən də oturmuşam. Bir dənə xəsarət alan var idi böyük maşının, ona təcili yardım gəldi, apardı Şabınçı balnisasına. Hadisə ilə bağlı təbibdən sorğumuza cavab olaraq bildirildi ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2 nəfər müştərək travma diaqnozu ilə Sabunçu tibb mərkəzinə yerləşdirilib. Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicəyə görə evə buraxılıblar. Məlumata görə maşında hansısa yanacaq məhsulu olmayıb. Faktla bağlı araşdırma aparılır. Fidan Əsədli, Şünasib Qulamov, Xəzər xəbər.